Mən Umud Əliyev 1970-ci ildə İsmayıllı rayonunda anadan olmuşam. 9 yaşım olanda ailəm ilə birlikdə Zərdab rayonuna köçdüm və Körpükənd kəndində yaşadım. Kənd orta məktəbində təhsil aldım, 1988-1990-cı illərdə Sovet ordusunda xidmət etdim. 93-cü ildə torpaqlarımızın müdafiəsi üçün Qarabağa yollandım, Ağdam və Ağdərə rayonlarında döyüşdüm. Ağdərə rayonu ərazisinin bir çox hissəsi ordumuz tərəfindən erməni işğalından azad edilmişdir. 93-cü ilin iyun ayında ölkəmizdə baş verən qiyamdan sonra ermənilər Ağdərə istiqamətində hücumlarını gücləndirdilər. Ağdərənin müdafiəsi çətinləşirdi, yoldaşlarım, silahdaşlarım gözlərim önündə şəhid olurdu. 1993-cü ildə iyun ayının 16-sında ağır döyüşlərin birində mən də şəhidlik zirvəsinə ucaldım.